O kasıblara niye el tuturam ki? Niye kasıbdır ki? Ağlı var, kasıb olmasın, geçsin işləsin. Gece gündüz işləyəcəm, gətirəcəm burada nə qədər adam var, onlara el tutacağım. Mənim özümün də kasıblarım var, özümün də yaxınlarım var, el tutduğum insanlar var. Mən bu yeni ildə 15 nəfərə bazarlıq eləmişəm, sən bilirsən. Ben gəlib oturacağım burada TikTok'dakilərə mən açot verəcəm. Yoxsa birinə 5 manat verəndə onun telefon əlimdə çəkəcəm belə göstərəcəm sizə ki, bax, buna 5 manat verdim. Mənim telefonumda kartlar gəlir. Kimin imkanı yoxdur? Tanıyıram onları ki, doğrudan imkanları yoxdur. Tanıdığım ailələrdir. Kartına da pul atıram, lazım olanda evinə də bazarlıq göndərirəm. Lazım olanda məktəb vaxtı uşağına məktəb paltarı alıram. Bunu benim size demeliyim hamısını. Pandemiyada məni çox qınadılar ki, niye sen cəmaata yardım eləmirsən? Mən də elədim, çəkdim, qoydum oraya. Sonra da başladınız ki, cəmaata bir şey verin. Mən 17 dənə kaleska payladım. Əlil arabası payladım cəmaata. 17 dənə. Göstərməliydim onu sizə. Göstərdim bir neçəsini. Bəziləriniz deyirsiniz, qınıyırsınız. Burada kasıblar var, onlar el tut. Hamısı yalancı kasıblardır. Kasıb burada gəlib TikTok'a girib baxa bilmir. Mən kasıblar tanıyırım, iş telefonu da yoxdur. Ancaq ev telefonu ilə danışır. Sənin əlində bahalı telefonun var, oturmuşsan təranəni izləyirsən, azla gələndə oraya yazırsan. Mən sənə bazarlıq verəcəm. Gid əlindəki telefonu sat,